Bitki fiziologiyası, onun predmeti və problemləri. Təbiətşünaslığın müasir dövrdə inkişafının xarakterik xüsusiyyətlərindən biri də ayrı-ayrı elm sahələri arasında əlaqələrin genişlənməsidir. Bu mütərəqqi mövqe həm bütövlükdə biologiyanın, həm də onun müxtəlif bölmələrinin inkişafına müsbət təsir edir. Göstərilən ümumi qanun uyğunluğa müvafiq olaraq, bitki fiziologiyası da biokimya, biofizika, molekulyar biologiya, genetika və sair elmlərlə əlaqələrini daha da möhkəmləndirir. Fizika, kimya, riyaziyyat, kibernetika və sair sahələrin hazırladıqları metodların ideyalardan daha çox istifadə edir. Bitki fiziologiyasının digər elmlərlə yaradıcılıq əlaqələri bitki orqanizmin həyat fəaliyyətinə dair mövcud bilikləri zənginləşdirməklə yanaşı, həm də indiyə qədər qəbul olunmuş bir sıra təsəvvürlərin dəqiqləşdirilməsinə, bəzən isə həmin təsəvvürlərin əsaslı surətdə dəyişdirilməsinə imkan verir. Bitki fiziologiyasının predmeti bitki orqanizmlərinin həyat fəaliyyətinin ümumi qanun uyğunluqlarının öyrənilməsindən ibarətdir. Fiziologiya bitkilərin, onun orqanlarının, toxumalarının, hüceyrələrinin və hüceyrə komponentlərinin malik olduqları müxtəlif funksiyaları, fotosintez, tənəffüs, ionların daşınması, böyümə, inkişaf və s. tədqiq edir. Bu funksiyalar əsasında bitki orqanizmi quruluşunu uzun müddət saxlama və nəsil verməyə qabil olur. Deməli, fiziologiya canlı materiyada gedən proseslər haqqında təlimdir. Bu proseslərin bitkinin yaşadığı şəraitdən asılılığını və onların orqanizm ilə xarici mühit arasında qarşılıqlı əlaqələrin yaranmasındakı rolunu aydınlaşdırmaqla, fiziologiya bitkilərin ümumi məhsuldarlığının, qidalıq keyfiyyətlərinin artırılmasının nəzəri əsaslarını müəyyənləşdirir. Canlı materiya anlayışı tədqiqat obyektinə fəlsəfi baxımdan yanaşmağa nəzərdə tutur. Mahiyyətinə görə bu anlayış materiyanın və ya ruhun birincilik məsələsini əks etdirir. Qədim dünya və orta əsr müttəfiqlərinin fikrincə, həyat qeyri-material başlanğıcdan, entellexiyadan əmələ gəlmişdir. Lakin 20-ci əsrdə həyati hadisələri belə izah etmək təkcə təbiətşünasları deyil, həm də başqa ixtisas sahiblərini də qane edə bilməzdi. Hələ keçən əsrlərdə 18-ci, 19-cu əsrlərdə təbiət elmləri sahəsində əldə edən nailiyyətlər sayəsində həyatın entellexiyadan başlanması fikrinə qarşı etiraz edənlər də çox olmuşdur. Descartes, Lametre, Roux, Driesch və s. Bu dövrdə bioloji hadisələri yalnız fiziki və kimyəvi qanunlar əsasında izah etməyə cəhd edənlərin sayı getdikcə artırdı. Beləliklə, keçən əsrlərdəki mütərəqqi fəlsəfi baxışlar qədim dünya və orta əsr mistikasına son qoydu. Lakin bu fəlsəfi baxışlar canlı materiyanın spesifik xüsusiyyətlərini tamamilə inkar etməklə vitalizmin müasir variantının inkişafına bir növ zəmin yaratmış oldu. Köhnə vitalizmə görə iqtidarda prosesləri yaradıcı qüvvələr X idarə edir. Yeni vitalizm X amilinə tənzimləyici prinsip kimi baxır. Güya bu amil fiziki kimyəvi prosesləri istiqamətləndirir. Lakin özü həmin proseslərdə iştirak etmir. Məsələn, Schopenhauer qeyd edir ki, həyati qüvvə X qeyri-üzvi aləmdəki qüvvələrdən istifadə edir, lakin özü onlardan ibarət deyildir. Ümumiyyətlə, vitalizmə görə məqsədə uyğunluğu, yaradıcı qabiliyyəti, tənzimlənmə və s. elmi metodlarla öyrənmə mümkün deyildir. Dialektik materializm isə yuxarıda adları çəkilən fəlsəfi baxışlardan fərqli olaraq, canlı sistemin spesifik xüsusiyyətlərini inkar etmir. Bu xüsusiyyətləri maddə əsasında müəyyənləşdirməyə çalışır. Məsələn, hidrogen və oksigen qazlarının qarşılıqlı təsiri nəticəsində tamamilə yeni xassəli bir maddə su alınır. Suyun mayelərə xas olan xassələri onun tərkib elementlərindəkindən fərqlənir. Bu baxımdan, canlı materiyada ümumiyyətlə materiyanın xüsusi hərəkət və inkişaf formasını təşkil edir və özündə fiziki, kimyəvi, mexaniki və s. formaları birləşdirir. Buna görə də canlı sistemlərdə fiziki və kimyəvi qanunlar öz əhəmiyyətini saxlamaqla yanaşı, həm də onlarda materiyanın yalnız bioloji hərəkət formasına məxsus qanunlar və xüsusiyyətlər də meydana çıxır. Canlı sistemlərin malik olduqları spesifik xüsusiyyətlərdən biri, onların quruluş və funksiyalarının yüksək dərəcədə nizamlılığı və mütəşəkkilliyidir. Belə nizamlılıq, nəinki orqanizm və hüceyrə səviyyəsində,
Həmçinin də ən kiçik quruluş komponentlərində ayrı-ayrı reaksiyalarda da özünü göstərir. Onu bəzən yalnız fiziki, kimyəvi qanunlarla izah etmək mümkün olmur. Məsələn, termodinamiki entropiya. Canlı orqanizmlərin quruluşundakı nizamlılığı onlardakı iyerarxiyada da görmək mümkündür. Orqanizm, orqanlar, toxumalar, hüceyrələr, protoplazma, polimerlər, monomerlər, molekullar, atomlar. Bu cür məkanca dəqiq mütəşəkkillik canlı sistemdə metabolik proseslərin də nizamlarını müəyyənləşdirir. Sistemin nizamlılıq ölçüsü ondan alınan informasiyadır. İnformasiyalar nə qədər çoxdursa, deməli sistem bir o qədər nizamlıdır. Canlılarda informasiya iki cür ola bilər: potensial və təzahür edən. İnformasiyaların bu iki forması qıcıqlanma ilə reaktivlik arasındakı fərqlə əlaqədardır. Mahiyyətcə qıcıqlanma canlının təzahür formasıdır. Odur ki, sistemin nizamlılığı haqqında reaktivliyə görə daha dəqiq mühakimə yürütmək mümkündür. Canlı sistemlərdə nizamlılıq və mütəşəkkilliyin olmasını hər şeydən əvvəl onların quruluş komponentlərinin müntəzəm dəyişilməsinə baxmayaraq formalarının oxşar saxlanılmasında görmək olar. Bu cəhətdən canlı orqanizmləri məcazi mənada su axını və ya alovla müqayisə etmək mümkündür. Çünki bu halda hissəciklər müntəzəm şəkildə dəyişilsə də forma əvvəlki kimi saxlanılır. Beləliklə də canlılarda formanın saxlanılması maddələr mübadiləsinin öz-özünə yeniləşməsi sayəsində əldə edilir. Qeyd etmək lazımdır ki, canlılar xarici mühiti cansız sistemlərdən prinsipcə fərqli əks etdirir. Qıcıqlanma əsasında bu cür əks olunma aktivdir. Aktivlik heyvanlarda sinir sistemi, ibtidai orqanizmlərdə və bitkilərdə isə toksik tropizm, nastiz hərəkətlər vasitəsilə təzahür olunur. Orqanizmin mühitə uyğunlaşması o vaxt mümkün olur ki, təsir edən amil bir dəfə yox, dəfələrlə təkrar olsun. Bu halda canlılar mühitin təsirinə daha tez reaksiya verir. Buna görə də zaman amili canlı və cansız sistemlərin nisbətini müəyyən edən ölçüdür. Bu baxımdan müasir biologiyada fizioloji vaxtın və ya bioloji saatların olması faktın aydınlaşdırılması yuxarıda deyilənləri bir daha təsdiq edir. Orqanizmlərin endogen, yəni daxili və eksogen, yəni xarici amillərin dəyişilməsinə qarşı reaksiyaları onlardakı mürəkkəb tənzimləyici mexanizmlər vasitəsilə yerinə yetirilir. Tənzimləyici mexanizmlər müxtəlif səviyyələr üçün müxtəlif spesifikliyə malikdir. Məsələn, hüceyrə səviyyəsində bir sıra mühüm proses, yəni bölünmə, zülalların sintezi və s. hüceyrə nüvəsinin nəzarəti altında olduğu halda, bəzi fermentlərin aktivliyi isə molekulyar səviyyədə tənzim edilir. Məsələn, allosterik fermentlər. Bu baxımdan canlı sistemləri kibernetik maşınlara bənzətmək olar. Hazırda orqanizmlərdə mövcud olan reaksiya tipləri, tənzimləyici mexanizmlər və onların quruluşundakı nizamlılıq məqsədə uyğundur. Lakin məqsədə uyğunluq öz-özlüyündə orqanizmdə heç bir tənzimləyici rol oynamır. Odur ki, bu və ya digər hadisələrin izahı onun nə məqsədlə yox, hansı səbəbdən baş verməsini dərk etməyə kömək edir. Məsələn, fototropizm, yəni bitkilərin işıq mənbəyinə doğru əyilməsi izah edilərkən nəzərə alınmalıdır ki, bitkilərin işığa tərəf əyilməsi fotosintez prosesinin getməsi üçün yox, teoloji izah, fitoxrom sisteminin fəaliyyəti, yəni işığın böyümənin intensivliyinin təsiri ilə əlaqədardır. Yəni səbəbiyyət izahı. Fəlsəfi anlayış kimi səbəbiyyətin başlıca prinsipi hadisə ilə onu törədən təsir arasında qanunauyğun əlaqəni izah etməkdən ibarətdir. Digər elm sahələrində olduğu kimi, bitki fiziologiyasında da hər hansı öyrənilməmiş prosesi tədqiq edərkən əvvəlcə bir və ya bir neçə hipotez hazırlanır. Bu hipotezlərə əsasən prosesin güman edilən mexanizmi haqqında müəyyən mühakimələr yürüdülür. Əgər bu və ya digər hadisəni izah etmək üçün bir neçə hipotez irəli sürülmüşsə, onda ilk növbə işçi hipotez kimi bunlardan ən sadəsi seçilir. Sadə hipotez isə o hipotezdir ki, onda qeyri-maddi və ya dərk olunmayan amillər, yəni elementlər mövcud deyildir. İrəli sürülən hər bir hipotez təcrübədə yoxlanır, məqsədə uyğun olmayanlar kənar edilir. Özünü doğrulayanlar isə qəbul olunur. Bitki fiziologiyasının öyrəndiyi məsələlər əsasən yaşıl bitkilərin spesifik xüsusiyyətləri ilə müəyyənləşdirir. Yaşıl bitkilərin digər canlı sistemlərdən fərqli xüsusiyyəti onların işıq enerjisinin potensial, kimyəvi enerjiyə çevirmək qabiliyyətindən olmasıdır. Bununla da yaşıl bitkilər,
yer kürəsində bütün canlıların mövcud olması üçün lazım gələn maddi və energetik bazanın yaranmasında həlledici rol oynayır. Bitkilərə xas olan qidalanma xüsusiyyəti onların ümumi quruluşlarına və morfologiyasında kəskin təsir göstərir. Belə ki, bitkilər heyvanlar kimi yığcam quruluşlu deyil. Bitkilərdə səthin həcmdə olan nisbəti heyvanlardakılardan dəfələrlə böyükdür. Bitkilərdə səthin böyüklüyü yerüstü və yeraltı orqanların şaxələnmə qabiliyyəti ilə əlaqədardır. Bu xassiyyət bitkinin bütün həyatı boyu davam edir. Şaxələnmə bitki orqanizmində həmişə cavan fizioloji cəhətdən olduqca fəal toxumaların, yəni meristemanın olması ilə əlaqədardır. Buna görə də bitkilərdə böyümə prosesi onların bütün həyatı boyu gedir. Məlumdur ki, heyvanlarda böyümə prosesi onların təbii ölümündən xeyli əvvəl dayanır. Fizioloji proseslərin öyrənilməsi ilə yanaşı, bitkilərin morfoloji və anatomi xüsusiyyətlərini də tədqiqinin vacibliyini qeyd etmişdir. Təkamül təlimi sübut etmişdir ki, canlı aləmin keçmiş, hazırki və gələcək inkişafı istiqaməti vardır. Bu tarixi inkişaf formalarına da uyğun fizioloji xüsusiyyətlər mövcud olmalıdır. Beləliklə, orqanizmlərin həyat şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, onlarda fizioloji proseslərin öyrənilməsi müqayisə metodunun həmçinin də təkamülün fiziologiyası kimi yeni istiqamətin yaranmasına səbəb olmuşdur. Təkamülün fiziologiyası filogenetik inkişafın müxtəlif mərhələlərində olan orqanizmlərdə maddələrin mübadiləsinin spesifik xüsusiyyətlərini öyrənir. Müasir bitki fiziologiyasının əldə etdiyi faktlar, həyati proseslərin üç kateqoriyası arasında sıx əlaqənin olmasına tam inam yaradır. Bunlara maddənin enerjinin və formanın çevrilməsi aiddir. Həmin proseslər arasında qarşılıqlı əlaqə olduğundan bitki xarici mühitin müntəzəm dəyişən şəraitinə uyğunlaşa bilir. Hazırda mövcud olan elmi məlumatlar göstərir ki, yer kürəsində canlılarda fizioloji funksiyalar heç də sabit şəkildə qalmamışdır. Təkamül nəticəsində orqanizmdə qanuna uyğun olaraq qidalanmanın xarakteri, su rejimi və digər fizioloji proseslər dəyişilmişdir. Beləliklə, təkamül prosesində üzvü aləmin dəyişkənliyi funksional istiqamətdə, başqa sözlə fizioloji əsas üzrə həyata keçirilmiş və indi də keçirilir. Canlı orqanizmlərə sistem nöqteyi nəzərdən yanaşılması müasir biologiyada nəzəri təfəkkürün inkişafına çox böyük təsir göstərmişdir. İndi biologiya empirik formadan daha çox nəzəri formaya çevrilir. Bəziləri sistemi bir-biri ilə qarşılıqlı əlaqədə olan fermentlərin kompleksi, Bertalanffy kimi, digərləri isə elementlərin özləri və onların atributları, yəni xassələri arasındakı əlaqələri nəzərə almaqla elementlər çoxluğunu sistem adlandırırlar. Hall və Feijin. Lakin bu təriflərdən heç biri sistemin təşkilinin ümumi prinsiplərini əks etdirmir. Burada çətinlik onunla əlaqədardır ki, sistemlər də öz xüsusiyyətlərinə görə çox müxtəlifdir. Atom, molekul, orqanoid, hüceyrə və s. Bir tərəfdən bir sistem başqasının daha yüksək səviyyəlinin elementi, digər tərəfdən isə özü müstəqil bir komponent kimi fəaliyyətdə olur. Məsələn, hüceyrədə xloroplastlar, mitoxondrilər və s. orqanoid kimi həm müstəqil, həm də hüceyrə kimi inteqrativ sistemin elementi olmaqla fəaliyyət göstərirlər. Bəzi sistemlər isə yalnız digər sistemə daxil olduqda fəaliyyət göstərir, belələri ayrılıqda müstəqilliyə malik olmur. Məsələn, viruslar ancaq hüceyrə mühitində və onun elementinə çevrildikdən sonra hüceyrə tərəfindən çoxaldılar. Beləliklə, canlılarda da sistem iyerarxiyası mövcuddur. Canlı orqanizmləri mühitsiz təsəvvür etmək olmaz. Ona görə də canlı ilə mövcud olduğu mühit arasındakı spesifik münasibət olmalıdır. Bu baxımdan canlı sistem mahiyyətcə bioloji münasibətlərin məcmunundan ibarətdir. Bioloji münasibətlər dedikdə, canlı sistem və onu əhatə edən mühit arasında fəal şəkildə olan vəhdət nəzərdə tutulur. Mürəkkəb sistemlərin, o cümlədən canlı orqanizmlərin öyrənilməsi prinsipcə iki yolla həyata keçirilə bilər. Ümumi sistemin ayrı-ayrı xüsusilərə parçalanması, yəni diferensial yol, ayrı-ayrı xüsusilər əsasında ümumi sistemin öyrənilməsi, yəni inteqrativ yol. Bitki fiziologiyasında birinci yol uzun müddət üstünü təşkil etmişdir. Lakin əldə edilən məlumatlar əyani şəkildə göstərilir ki, canlı hüceyrə və ya toxumalara
Ancaq diferensial və ya anatomik mövqedən yanaşmaq düzgün deyil. Ona görə ki, canlı sistemlər yüksək dərəcədə tamlığa malikdir. Bunlarda həm quruluş komponentləri, həm də ayrı-ayrı funksiyalar arasında sıx əlaqələr mövcuddur. Bu xüsusiyyət hüceyrə inteqralizmi kimi istifadə olunur. Qeyd etmək lazımdır ki, metodoloji və ümumi nəzəri problemlər içərisində müasir biologiya üçün tamlıq problemi xüsusi yer tutur. Belə ki, həyat fəaliyyətinin bu və ya digər cəhətinə dair irəli sürülən hər hansı nəzəriyyə mahiyyətcə tamlığı nəzərə alınmırsa, onun müasir biologiya üçün əhəmiyyəti yoxdur. Canlılıq xüsusiyyəti ancaq açıq dinamik sistemlərə xasdır. Bu cür sistemlərdə mühitlə fasiləsiz surətdə maddələr və enerji mübadiləsi gedir. Belə sistemlərdə sabitlik, dəyişkənliklə davamlılıq isə davamsızlığa çulğalaşır. Buna görə də canlı orqanizmləri davamlı, davamsız sistem kimi də qəbul etmək olar. Beləliklə də canlılarda dinamik davamlılıq maddələr mübadiləsi sayəsində əldə edilir və onlar adətən mühitlə termodinamik tarazlıq vəziyyətində olmur. Müasir biologiyanın əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də yer kürəsində yaşayan bütün canlıların vahid plan əsasında təşkilinin müəyyən edilməsidir. Bu məsələnin həllində hüceyrə protoplazmasının kimyəvi komponentlərinin və katalitik sistemlərin təbiətində aydınlaşdırılması həlledici rol oynamışdır. Məsələn, aşkar edilmişdir ki, elementar membranın quruluşu və tərkibi bütün orqanizmlərdə, hüceyrələrdə, orqanoidlərdə eyni prinsip əsasındadır. Zülal molekullarının təşkilində 20 amin turşusu, nuklein turşuların əmələ gəlməsində isə yalnız 4 nukleotid iştirak edir. Müxtəlif orqanizmlər həyat fəaliyyəti proseslərində eyni növ enerjidən, sərbəst və ya kimyəvi enerjidən istifadə edirlər. Canlı hüceyrə izotermik olduğundan odur ki, o istilik enerjisindən bilavasitə iş görmək üçün istifadə edə bilmir. Bitki fiziologiyasının öyrəndiyi ən mühüm problemlərdən biri də fotosintezdir. Bu problemlə əlaqədar olaraq xloroplastlarda pigment sistemlərində enerjinin miqyası da diqqət mərkəzində durur. Mitoxondriyalarla əlaqədar metabolik və energetik proseslərin, yəni tənəffüs, fosforlaşma və s. öyrənilməsi də bitki fiziologiyası qarşısında duran problemlərdən biridir. Qeyri-əlverişli şəraitlərdə bitki orqanizminin malik olduğu müdafiə və uyğunlaşma mexanizmlərinin tədqiqi sayəsində də hələ bir çox məsələlər həll olunmamış qalır. Bitki fizioloqu bitkilərin şaxtaya, quraqlığa, şoranlığa, xəstəliklərə və s. qarşı davamlılığı problemlərinə xüsusi diqqət yetirməlidir. Bu problemlərin həllində nəzərə alınmalıdır ki, bitkilərin xarici mühitə uyğunlaşması, orqanizmdə gedən reaksiyalar kompleksi müəyyən olunur. Bu cür mürəkkəb reaksiyalar kompleksinin məqsədə uyğun şəkildə tənzim olunması bitki orqanizminin müəyyən tarazlıq, homeostaz vəziyyətində qalmasını təmin edir. Bitkilərin mineral maddələrlə qidalanması, onlarda su rejimi, böyümə və inkişaf prosesləri də bitki fiziologiyasının öyrəndiyi problemlərdəndir. Fizioloqlar qarşısında duran və ümumbioloji əhəmiyyətə malik olan problemlərdən biri də bitkilərin həm sistem kimi, həm də sistemin biogeosenozun elementi kimi öyrənilməsidir. Müasir bitki fiziologiyasının əsas istiqamətləri aşağıdakılardır. 1. Biokimyəvi istiqamət, bitki orqanizmində qeyri-üzvü və üzvü maddələrin quruluş və funksional baxımından əhəmiyyətini, onların metabolizminin qanun uyğunluqlarını nəzərdə tutur. 2. Biofiziki istiqamət, hüceyrədə energetik və elektrik hadisələrinin fiziki kimyəvi qanun uyğunluqlarını öyrənir. 3. Ontogenetik istiqamət, bitkilərin böyümə və inkişafının qanun uyğunluqlarını tədqiq edir. 4. Təkamül və müqayisəli istiqamət, bitki növünün ayrı-ayrı fərdlərin filogenetik xüsusiyyətlərini öyrənir. 5. Ekoloji istiqamət, bitki orqanizmindəki metabolik proseslərin xarici mühit amillərinin asılılığını müəyyənləşdirir. 6. Sintetik və kibernetik istiqamət, bitki orqanizmində metabolik proseslərin qarşılıqlı əlaqəsini və tənzim olunmasının prinsiplərini aydınlaşdırır.